Günə eyni qaydada olaraq idmanla başladım. Burada isə nane dəmləməsi çayıdır. Ayda bir neçə kəz darsanvalla üzümü masaj edirəm. Daha sonra isə bu günlərim chia toxumu ilə puding hazırladım. Chia toxumlarını ilıq qaynar suda islatdım. Bir dənə bananı çəngəl vasitəsilə əzdim. Burada isə tam yağlı xamadan istifadə edirəm. Daha sonra isə üzərinə bir xörək qaşığı bal əlavə etdim. Yaxşı qarışdırıram. O qədər gözəl dadır ki bu. İnanın ki, insanı həm tox saxlayır, yəni ümumiyyətlə bir öğün yeməyə bərabərdir. Həm də dadı da çox möhtəşəmdir. Üzərinə belə təbii darçın, Ceylon darçını üdülmüşü səpdim. İnsan yəni bunu yeyəndə özünü həm gümrah hiss edir, həm tox saxlayır, həm də çox dadlı olur. Yəni yoğurtdan da qat-qat üstün.